İtiraz notaların devam etdirerek bu defa de mesele Azerbaycanla bağlıdır, lakin insident Tbilisi'de baş veriyor. Azerbaycan medyası ve sosyal şebekeleri aktif şekilde bir hadiseni yayır ve müzakere edir. Hadisede Gürcü bir kişi iddiaya göre Azerbaycanlıya böyle deyir. Niye benimle Gürcü dilinde danışabilmirsen? Seni bu ülkeden kovaram, get öz vatanine. Azerbaycanlı istifadəçilər bu hadisenin bir neçə gün evvel Marneul'de baş veren oxşar insidentlə əlaqələndirərək uzağa gedən iddialar irəli sürürlər. Bəzi şəhərlərdə belə ifadələr yer alır. Gürcülər də ermənilər kimi düz çökdürmək lazımdır və ya ərazi iddiaları səsləndirilir. Diqqət çəkən fakt ondan ibarətdir ki, videonu paylaşan şəxs Gürcüstanda yaşayan və daha əvvəl də belə paylaşımlarla gündəmə gələn Samira Bayramovdadır. Azərbaycan əsilli bir şəxs. Əslində bu hadisə planlı təxribatı xatırladır. Məqsəd isə görünür ki, Gürcüstanda etnik zemin üzərindən daxili qarşıdurmalar yaratmaq və bundan siyasi, ərazi və ya digər faydalar əldə etməkdir.